Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Əvvəlcədən kanalıma baxdığınız üçün hər birinizə təşəkkür edirəm. Bugün sizlər üçün ləzzətinə doyum olmayan, dadlı, ətirli badımcan mürəbbəsi hazırlayacağım. Əmin olun xanımlar, bu mürəbbəni siz də çox bəyənəcəksiniz, çünki çox ləzzətlidir. Qabın içərisinə litr yarım su tökmüşəm. Suyun üzərinə isə bir dolu olmayan yemək qaşığı duz əlavə edib qarışdırıram. Daha sonra isə badımcanların qabığını soyuram. Mən 1 kiloqram badımcan götürdüm. Qabığını soyduqdan sonra isə 600 qram badımcan qaldı. Qabığını soyduqdan sonra çəngəllə deşləşdirəm və duzlu suyun içərisinə atıram ki, acılığı çıxsın. Üzərinə boşqab qoyuram. Boşqabın üzərinə isə ağır bir şey, yəni bankanı yerləşdirirəm ki, badımcanlar suda qalsın. Beləcə yarım saat gözlədirəm. Yarım saat keçdikdən sonra badımcanları duzlu sudan çıxarıb yaxşıca yuyuram. Yenidən qabın içərisinə litr yarım su tökürəm və suyun içərisinə isə 2 dolu yemək qaşığı çay sodası əlavə edirəm. Badımcanları sodalı suyun içərisinə əlavə edirəm. Yenə də üzərinə boşqab qoyub, beləcə tam 2 saat gözlədirəm. İki saat keçdikdən sonra badımcanları sodalı sudan çıxarıram və yenidən yuyuram. Ayrıca bir qazanda su qoyuram. Su qaynağa düşəndə badımcanları qaynayan suyun içərisinə əlavə edirəm və sadə baxırıq 5 dəqiqə qaynadıram. Badımcanları qaynayan suyun içərisindən çıxarıb soyuq suyun içərisinə tökürəm. Şərbət üçün qabın içərisinə 600 qram şəkər tozu və 200 ml stəkanla 2 stəkan yarım su töküb ocağın üzərinə qaynamağa qoyuram. Daha sonra isə badımcanların suyunu sıxıram. Astaca sıxmaq lazımdır ki, badımcanlar çox da əzilməsin. Şərbət qaynadıqdan sonra badımcanları qaynayan şərbətin içərisinə tökürəm. Daha sonra üzərinə 2 dilim limon,
Eləcə də 1 ədəd vanil əlavə edirəm. Badımcanların üzərinə boşqab qoyub beləcə 10 dəqiqə qaynadıram. On dəqiqədən sonra ocağı söndürürəm və mürəbbə tam soyuyana qədər gözlədirəm. Tam soyuduqdan sonra yenidən ocağı yandırıram və mürəbbəmiz hazır olana qədər bişirirəm. Qaynayan zaman üzərinə gələn köpüyü yığılır. Daha sonra boşqabı götürürəm. Gördüyünüz kimi badımcanların da rəngi artıq dəyişib, mürəbbəmiz hazır olur. Hazır olana yaxın mürəbbənin içərisinə yarım yemək qaşığı limon suyu, eləcə də biraz mixək əlavə edirəm. Gördüyünüz kimi şirəsi də şəffaf, özü də parlaq, gözəl mürəbbə alınır. Şirəsi qatılaşanda ocağı söndürürəm. Soyduqdan sonra isə döküb süfrəyə təqdim edirəm. Gördüyünüz kimi artıq mənim badımcan mürəbbəm hazırdır. Əziz xanımlar, əgər siz də mənim mürəbbəmi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Sağ olun, görüşərik.